Qarabağ yoruldu biraz Yüngülvari, Bekali əsasında yoruldu və Medina zədəsi. Medina zədəsi olmasaydı mən açıq deyirəm, mən əmin idim ki, 0-0 qutaracaq bu oyun. Biz əvvəlki podkastlarda yadınızdadsa, həm Atletico-yu uduzanda da, qələbə qazananda da deyirdik ki, Qarabağın gücü 60 dəqiqə. 60 dəqiqədən sonra temp Qarabağda düşür. Çünki Ziya keçən verilişdə demişdi, liqa faktoru var, bu templə davamlı oynamırlar. Plus da Napoli özü, yəni Napoli oyunlarına baxanlar yəni çox güman ki bilir ki, Napolidə yəni ikinci taymın hardasa 80-ci dəqiqədən sonra biraz əsas da irəlidə olanda, hesabda irəlidə olanda bərk saşita oturur da və Qarabağ 80-ci dəqiqədən 90-cı dəqiqəyə kimi oyunu almışdı deyəndə ki, yəni 2-0 idi. Napoli oyunu verdi və Qarabağın şansları oldu. Mən sizə bir söz deyim. İndi Qarabağın normal hücumçusu olsaydı, Zamendən girən Nəriman yox, normal bir futbolçu olsaydı, bunu eləyə bilərdilər. Çünki momentlər var idi. Məsələn, Adday, Yankoviç topu əla saxlayırdılar. Top Nərimanın çatır, Nəriman bilmir topu necə saxlamaq var. Nəriman lazımlı olan topları ram edə bilmirdi. O, məsəl üçün, hücumçudur da, topu qəbul edir, 2 nəfər qaçır, bir dənə razı var, bir momentdə yaxşı dönmüşdü. Mən dedim ki, opa, Nəriman indi nəsə eləyəcək, amma bu bir moment idi. O da meydan çıxan kimi ilk saniyəsində elədi, sonra bundan eləyə bilmədi.